Salam, xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert Enlay Rəhimov Tambovski. Çox vaxt belə bir fikir səsləndirilir. Deyilir ki, qadın böyük qüvvədir. Bu sizcə nəyə görə belədir? Təbii ki, bəziləri əlaqələndirəcək ki, nə bilim, çox uşaq anasıdır, övladları üçün fədakarlıq eləyir, İnsanlar arası münasibətləri regulə eləyir, evin dirəyidir, çox uğurlu olur, ağrıya dözümlüdür, cəfakeşdir, qayğıkeşdir, yəni səliqəlidir, dəyərlidir, ona görə onları kişilər qoruyur. Amma qadının böyük qüvvə olması bunda yatmır əslində. Qadının 3 xüsusiyyəti var, bu genetik ona doğuşdan qoyulubdur. Birincisi güclü hissiyat, ikincisi simvolik düşünmə, üçüncüsü isə qadın kişinin negativ və pozitiv tərəflərinin yansımasıdır. Yəni qadın güzgü rolunu oynayır kişinin özünü tanımasında. İndi bunları bir-bir incələyək. Hissiyat güclüdür məsələsinə bir misal. Deyək ki, kişi ilə qadının münasibəti var, ya evlidirlər, ya da sevgili. Kişi bir iş qurmaq istəyir. Qadın belə bir cümlə işlədir ki, içimdə nəsə pis bir his var. Etmə onu. Qurma bu işi. Belə halda kişi qadını ignor eləyir. Yəni deyir ki, əşki, burada hər şey kontrol altındadır, hər şey planlı görülübdür, hər bir şeyi hesablamışam. Sən dediyin şey yəni məntiqə uyğun deyil. Niyə görə deyirsən ki, bunu qurma? O deyir ki, bilmirəm, qurma bu işi. İçimdə nəsə pis his var. Kişi işi qurur da oradan da batırır. Yəni, qadın hissiyatı önəmsənməyəcək bir şeydir. Yəni, qadın ki, hissiyatı ilə bir şey hiss eləyirsə, orada bir balaca diqqətli olmaq lazımdır və qulaq vermək lazımdır o məsələyə. Ki, doğruluq payı ola bilər. Təbii ki, %100 belə deyil. Yəni, qadında əgər ciddi psixoloji problemlərdən biri olan paranoya yoxdursa, bir də başqa psixoloji pozuntular yoxdursa, təbii ki, normal qadından söhbət gedir. Yəni, qadının hissiyatı hər zaman öndədir. İkinci məsələ simvolik düşünmə. Simvolik düşünmə şuur altı zehnin özünün düşünmə şəklidir. Çıxılmaz vəziyyətdə birdən-birə qadın belə bir şey deyir. Beynimə belə bir ideya gəldi və o ideyanı yoxlayırlar, alınır. Sanki yox bir yerdən bir möcüzə yaranır. Yəni, bu izah oluna bilinməyən bir şeydir. Amma çox vaxt nədir? Effektli olur. Və nəhayət, üçüncü məsələni incələyək. Ümumiyyətlə, qadın və kişi münasibətlərində mən qeyd eləmişdim ki, kişi, sözsüz ki, ağıllı kişidən söhbət gedir, səhvlərindən dərs çıxardan kişidən söhbət gedir. Nə qədər qadınlarla münasibət yaşayarsa, bir o qədər də daha təcrübəli və o işdə bişmiş olur. Qadınları daha çox həm tanıyır, həm də özünün nə olduğunu ortaya çıxardır. Özünün görə bilmədiyi tərəfləri görməyə başlayır. Çünki qadın güzgü rolunu oynayır. Bu, özü bir üstünlükdür. Başa düşürsünüzmü? Yəni, qadın kişiyə, kişinin özünü tanımasında özü də bilmədən yardım eləyir. Elə ona görə də qadın böyük qüvvədir. Və bir şeyi qeyd edeyim ki, nəyə görə bəs qadın çoxlu kişilərlə münasibət yaşayanda bir münasibətdən digər münasibətə atlanarkən elə çox şey öyrənə bilmir. Yəni, onlar ona heç bir şey qatmırlar. Sadəcə insanın xüsusiyyətlərini özündə assimil edir. Narsistsə narsistik xüsusiyyətləri, narkomandsa narkoman kişi ilə birlikdə olubsa, narkoman kişinin xüsusiyyətlərini, alimdirsə, alim kişinin xüsusiyyətlərini. Amma xüsusi bir şey öyrənmir. Bu, onu daha da aqressiv eləyir, güvənsiz eləyir insanlara qarşı. Belə qadınlar normal şəkildə uzun müddətli münasibət qura bilmirlər, empatiya duyğuları zəifləyir, boşanmaların sayı artır, güzəştə getmə azalır. Sevgi münasibəti də eyfarik vəziyyətdə olur, yəni uzun müddət davam eləmir. Amma kişidə isə bunun tərsinədir. Demək ki, nədir?
qadının böyük bir qüvvəsi əslində kişinin xüsusiyyətlərinin ortaya çıxarılmasında ona yardım eləməkdir. Qadınların çoxusu özü heç bunu bilmir. Diqqətinizə görə minnətdaram. Sağ olun.